Bu bizim Azərbaycan Toxumçuluq Təsərrüfatı Gözəl Sitsin Mayor F1 xiyar çeşididir. Sentyabrın 7-si bastırılıb. Hal-hazırda 1 noyabrdır. Məhsul üstündə. Havaların soymasına baxmayaraq, yəni məhsulun keyfiyyətində, tutumunda heç bir dəyişiklik yoxdur. Yuxarı hissələrində görürsünüz. Məhsuldakı o yerpənək deyilən xiyar tipi var. O tipində o keyfiyyətli olan məhsuldur. Amma o yerpənək üçün əkilən çeşidlərdən fərqi ondadır ki, məhsulun çoxluğunda. Yəni, o bitkilərdə siz bu məhsulları görə bilməzsiniz. Yəni, həmin keyfiyyətdə yüksək məhsul görə bilirsiniz. Tökümü, rəngi. Yəni, bitki heç biri bir-birindən fərqlənir. Hamısı məhsullarda eynidir. Soyuğa çox dayanıqlı bitkidir. Çox xəstəliyə dayanıqlıdır. Bazarda ən baş qiymətə satılır. Noyabrın 1-i temperaturun aşağı düşməsinə baxmayaraq bitkinin təpəsində dayanma, durma, çiçək atma, heç bir şey müşahidə olunmur. Soyuqlara tərəf getdikcə biraz da məhsulun keyfiyyəti, rəngi biraz da yüksəlir. Yəni fotomontajlı görürsünüz də, bax. Çox sadə variantda bunları biz çəkirik. Ki siz də bəhrələnəsiniz bu işlərdən. Aşağı meyvələrin yığımı gediksə də, yuxarı meyvələrin keyfiyyətində heç bir geriləmə yoxdur. Yəni yuxarıya da enerji daşınır. Yəni bitki çox enerjili, aktiv bitki tipidir. Yəni oturub qalmır. Dayanmadan gedir, havaların soymasına baxmayaraq. Yəni yenə təkrar edirəm, Azərbaycan bazarında yerpənək kimi tanınan, yəni alıcıların bəyəndiyi xiyar tipi ki var. Həmin keyfiyyətdə, Ondan çox keyfiyyətlidir. Yenə də deyirəm, həmin keyfiyyəti almaq üçün əkilən çeşidlər ki var, onlardan üstün məhsuldarlar, yəni qat-qat üstünə. 15%, 20% söhbəti deyil. 50%. Yəni, bunun özelliği odur ki, kış aylarında da məhsulu verir. Valla nə deyək, bunu gələk əkib görəsiniz. Hal-hazırda Tovuz rayonunda 140 kəndi. 140 kəndi. Nə qədər əkilib? 1 hektar yer 1 əkilib. hektar, bəli, 25 min. Əkən də razıdır, alan da razıdır. Hal-hazırda yəni bazar dəyəri ən yüksək olan xiyar. Bugünkü bazarda ən baha satılan xiyar. Qardaş, yəni belədir vəziyyətdə. Bugünkü bazarda ən lider qiymətə bu çeşid satılır. Bəkliyi, rəngi, hamısı qaydasında. Hamısı qaydasında. Allah xeyir versin. Mayor F1.